أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم بسم الله الحمد لله والصلاة والسلام على رسول الله رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. Peyğəmbər sallallahu əleyhi və səlləmin həyatında, sirasında belə bir incə bir məqam var. Və bu incə məqam nədən ibarətdir? Peyğəmbər sallallahu əleyhi və səlləmin ömrü 63 ildir. Peyğəmbərlik dövrü isə 23 ildir. Peyğəmbər sallallahu əleyhi və səlləm Peyğəmbərliyə qədər 40 il Məkkədə yaşayıb. Əqidə olaraq muvahhid olub, əxlaq olaraq salih insan olub. Və bu salih insan olması səbəbi ilə də Məkkəlilər onu sevirdilər. Salih insan kimdir? Özü ilə məşğul olan, özünü düzəldən, özünü islah edən və insanlarla yaxşı rəftar edən. Ancaq Peyğəmbərlikdən sonra artıq Allah Rəsulü Allah tərəfindən özlərinə başqa bir misiya götürdü. Salih olmaqla bərabər insanları da düzəltmək. Qövmün dinini, əqidəsini, fikrini dəyişmək. Qövmün tağutlarını yıxmaq, bütlərini sındırmaq. Və bundan sonra Məkkə müşrikləri Peyğəmbər sallallahu əleyhi və səlləmə qarşı o 40 illik ömründə olan ona qarşı münasibətlərini dəyişdilər. Niyə? Sual ortaya çıxır. Niyə? İnsan fitrəti belədir. Əgər sən özün üçün özünü islah edib yaşayırsansa, hamı sənə deyir ki, yaxşı insandır, yaxşı kişidir, əxlaqlı adamdır, salih insandır. Ta o vaxta qədər ki, onları düzəltməyə girişmə. Əgər insanları düzəltməyə girişəndə nə edəcəklər? Sənə olmazın pisliklərini, şərini, böhtanını edəcəklər. Bu insan fitrətidir. İnsan fitrətidir və bu dəyişməz bir şeydir. Yəni sən insanların dinini, əqidəsini, inancını pisləsən, onların yanlışlarını anlatsan desən, nə edəcəklər əvəzində sənə? Təşəkkür edəcəklər? Yox, əksinə. Onlar da sənə qarşı nə edəcəklər? Düşmənçilik edəcəklər. Və Peyğəmbər sallallahu əleyhi və səlləmin sirası bunun nə idi? Açıq nümunəsidir. Həmən o Qureyş hansı ki Peyğəmbər sallallahu əleyhi və səlləmə Muhammedun əmin deyirdilər. Allah Rəsulü onları şirkdən çəkindirib tövhidə dəvət etdikdə, onların atalarının atəşdə olduğunu, özlərinin müşrik olduğunu onlara dedilər kahindir, sehirbazdır, şairdir. Kimsə öyrədir buna, öz sözü deyil. Bunlar hamısı Peyğəmbər sallallahu əleyhi və səlləm barəsində nə idi? Müşriklərin böhtanları idi. Və bu bir insanların elə bir ki sünnətidir. İnsanlar üzərində qiyamətə qədər bu iş dəyişməzdir, belədir. İnsanların əqidəsini, dinini, yaşayışını pislə, haqlı olaraq, haqsız yox. Səndən düşmənçilik edəcəklər və heç vaxt səndən razı qalmayacaqlar. Bu insan xisletidir. Və Peyğəmbərlərin davamçıları qiyamətə qədər Allah subhanahu wa ta'ala'nın hüccətini daşıyan insanlar hansı ki qövmlərə, xalqlara, toplumlara Peyğəmbərlərin risalətini çatdırırlar. Bu sünnət dəyişməzdir. Hər bir İslam dəvətçisi labüddür ki bu şeylə qarşılaşsın. Lakin nə zaman? Əgər insanların əqidəsini türklər demişkən ələşdirsən, pisləsən, tənqid etsən, onların dinlərinin, əqidələrinin axmaqlıq, səfehlik olduğunu desən. Yox, əgər bunu buraxmasan, sadəcə fəzilətli əməllərə insanlara dəvət edib və onun üzərində dursan, səndən düşmənçilik etməyəcəklər. Misal üçün, bugün baxırsan, axtarsan, belə insanlar çoxdur. Görərsən ki, insanlar həmən bu kəsi İslam dəvətçisi kimi görürlər, qəbul edirlər. Ancaq onun illərlə apardığı çalışmasına bax, dəvətinə bax, görəcəksən ki, insanlara nəyi təbliğ edir? Gözəl əxlaqı, ədəbi, valideynlərlə yaxşı rəftar etməyi,
qohumluq əlaqələrini qorumağı, borc aldıqda, borc verdikdə məsuliyyətli olmağı, böyüklərə hörmət etməyi, heyvanlara yaxşılıq etməyi, uşaqlarla yaxşı rəftar etməyi, dəstəmazın fəzilətləri, həccin, ümrənin fəzilətləri. Bunlar belə mövzulardır ki, bunlardan sən 100 ildə danışsan, heç kim səndən narazı qalmayacaq. İnsanlar nə zaman səndən narazı qalırlar? İnsanlara deyirsən ki, siz müşriksiniz. Bu halınızla sizin getdiyiniz yol cəhənnəmdir. Sizin dininiz batildir, sizin əqidəniz batildir. Sizin cəmaatınız zəlalət üzrədir. Sizin şeyxləriniz kafirdir. Siz səfehsiniz, axmaqsınız. Əgər bunu desən, səndən düşmənçilik edəcəklər. İslam dəvəti də bu ikinci şeydir. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm Məkkə müşriklərinə bu ikisinin hansını etdi? İkincisini. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləmlə düşmənçilik etdilər və Allah Rəsuluna əziyyət etdilər. Harda görsən belə bir insan ki, İslam dəvəti adını özlərinə götürür və ancaq insanlara xoş gələn şeyləri danışır, bil ki, o insan oğrudur. O insan fırıldaqçıdır, hiləgərdir. Niyə? İnsanları özünə dəvət edir. İnsanların qəlbini əldə etməyə çalışır. İnsanlara onların əqidələrinin, onların dinlərinin yanlış olduğunu deyib onları özünə düşmən etmək istəmir. Bu isə İslam dəvəti deyil. Və Quran qissələrini oxuduqda görərsiniz ki, bütün peyğəmbərlər qövmləri ilə ədavət üzərə olublar. Nəyə görə? Şirkə görə. Dinə görə, tövhidə görə. Və bu da insanların dəyişməz xüsusiyyətidir. Əslində bu mövzu, zikr etdiyim bu mövzu xüsusən elm tələbəsinə, dəvətçiyə aid olan bir məsələdir. Lakin ümumən müsəlmanlar üçün də faydalı və lazımlı bir mövzudur. Əgər sən insanları İslama dəvət edirsənsə, yəni sən insanları İslama dəvət etmək işinə girirsənsə, bunları öncədən fikirləşməlisən. Çünki kitab və sünnət bunu öyrədir. Sənə insanlar hörmət edirlər, yaxşı bir insan kimi qəbul edirlər. Lakin onların dinlərini, əqidələrini, cəmaatlarını, tağutlarını, bütlərini, məbudlarını, şeyxlərini pisləsən, hər şey əksinə çevriləcək. Və həmən vəziyyətdə əmin ol ki, bütün peyğəmbərlərin həyatında olduğu kimi sənin haqqında olmayan şeylər danışacaqlar. Əgər sən insanların dinini, əqidəsini, məzhəbini, fikrini, şeyxini, tağutunu, əmrini, məbudunu pisləsən, onlar sənin haqqında olmayan şeylər danışacaqlar. Labüddür bu. Və həmən vəziyyətdə sən əmin ol ki, əgər onlar sənin haqqında dedikləri böhtanları, şərləri dəf etməyə çalışsan, yəni, misal üçün, insanların dinini, əqidəsini pislədin, insanlardan bəraət etdiyini, onların müşrik kafir olduğunu onlara bəyan etdin, nəsə haqqında danışacaqlar, olan olmayan. Və sən də həmən an özünü müdafiə üçün onlara cavablar verməyə başlasan ki, yox, misal üçün, bu dediyiniz belə deyil, subut edin. O belə deyil, bu belə deyil, gəlin lənətləşək. Elə orada da məhv olacaqsan. Çünki insanların ağzına sən yığışdıra bilməzsən. Birisini dəf edəcəksən, ikisini çıxaracaqlar. Üçünü dəf edəcəksən, beşini çıxaracaqlar. Bu hikmət hardan götürülür? Peyğəmbər sallallahu əleyhi və səlləmin həyatından. Allah Rəsulunun həyatını oxuyun. Məkkə müşrikləri, başda Əbu Cəhəl, Əbu Ləhəb, Əbu Sufyan və s. Ubey bin Xələf olmaqla. Peyğəmbər sallallahu əleyhi və səlləm barəsində dedikdə ki, kahindir, şairdir, sehirbazdır, sabi, dindən çıxmış kafirdir. Bunu bir xristiyan, Nəcranda bir xristiyan alimindən öyrənib. Kitab və sünnətə baxın, bir dənə yerdə tapın ki, Peyğəmbər sallallahu əleyhi və səlləm onlara cavab versin. Desin ki, mən şair deyiləm, mən kahin deyiləm. Tapmayacaqsan. Niyə? Bu Peyğəmbər sallallahu əleyhi və səlləmin nəbəvi bir mənhəcidir. İnsanlar böhtan atırlar, haqq deyilən bir şeyə, haqqı deyən bir kəsə. Həmən anda dəvət edənə vacibdir ki, dayanmadan yalnız Allahın haqqını müdafiə etsin. Niyə? Nə üçün?
Çünki sən sənə atılan böhtanların hamısına cavab verməyə çalışsan, hansı ki bunu bacara bilməzsən, bu qeyri-mümkündür. Və orada da səni həmən insanlar səndən istədiklərini almış olacaqlar. Ancaq sən həmən anda görürsən ki, İslamı anladırsan, tövhidi anladırsan, böhtan atırlar sənə. Hərə bir söz deyir, eşitirsən, görürsən ki, hərə bir şey danışır. Sən həmən andan sonra yalnız Allahın haqqını müdafiə etməyə, Allah subhanahu wa ta'alənin tövhidini insanlara çatdırmağa, davamiyyətli bunun üzərində çalışmağa davam etsən, olsun ki, Allah subhanahu wa ta'ala səni nə etdi? Özü səni təmizə çıxartdı. Əgər Allah səni təmizə çıxartsa, bütün dünya bir yerə cam olsa, sənə etdikləri böhtanın, yalanın sənə heç bir zərəri yoxdur. Yox, sən özünü müdafiəyə qalxsan, sən bunu edə bilməzsən. Peyğəmbər sallallahu aleyhi ve səlləmin peyğəmbərlik həyatına baxdıqda görürük ki, Peyğəmbər sallallahu aleyhi ve səlləm həm Məkkə müşriklərindən, həm müsəlman toplumunun içərisində olan münafiqlərdən, Mədinəyə hicrətdən sonra Mədinədə olan kitab əhlindən, hətta müsəlmanlardan daim əziyyət görüb. Və Allah subhanahu wa ta'ala bu əsnada öz Peyğəmbərinə nə edir? Peyğəmbərinə nəsiyyət edir. Peyğəmbərinə bu işdən çıxış yolunu öyrədir. Ya əyyuhər rasul, ey Rasul, bəlliğ mə unzilə ileykə min Rabbik. Rəbbindən sənə nazil olan təbliğ et. Yəni sən bu işi gör. Nə deyirlər, nə demirlər, sənin işin deyil. Bəlliğ mə unzilə ileykə min Rabbik. Rəbbindən sənə nazil olanı təbliğ et. Və illəm təfəl fəmə bəlləxdə risalətəhu. Əgər bunu etməsən, sən risaləti təbliğ etməmiş olacaqsan. Yəni sən bu işlə məşğul ol. Ona görə də Peyğəmbər sallallahu aleyhi ve sellem heç vaxt o insanların qarşısında özünü müdafiə eləməyib. Və ardınca Allah subhanahu wa ta'ala deyir ki, Vallahu ya'simuka minən nəs. Allah səni insanlardan qoruyacaqdır. Və bu qiyamətə qədər də belədir. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, Əşəddun nəsi ibtiləən əl-ənbiyə. İnsanlar içərisində bəlaya ən şiddətli düçar edilən kəslər Peyğəmbərlərdir. Sümmə, sonra fəl-əmsəl, fəl-əmsəl. Əmsəl, yəni daha çox onlardan imtisal götürən, nümunə götürən, daha çox onların yolları ilə gedən. Peyğəmbərlərin yolu ilə daha çox gedən kimlərdir? Peyğəmbərlərin varisləri, Rəbbani alimlər və Allah Rəsulunun mirası olan tövhid dəvətini insanlara təbliğ edən dəvətçilər. Nə qədər çox Peyğəmbərin etdiyi dəvətə yaxın çalışsan, o qədər də bəlan böyük olacaq. Lakin nə etməlisən? Allah Təbarəkə və Teala Peyğəmbərinə öyrətdiyi kimi. Sən üzərinə düşəni et. Sən üzərinə düşəni et. Allah Subhanahu və Teala başqa bir ayətdə deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellemə bu xüsusda İnnə kəfeynəkəl müstəhziin. Sənə qarşı istehza edənlərə qarşı biz sənə kifayətik. Yəni, boş ver. İstehza edirlər, böhtan atırlar, yalan danışırlar, nə edirlər? Yəni, boş ver. Allah deyir ki, mən kifayətəm. Sən həmən vəziyyətdə sənə düşən Allah subhanahu wa ta'ala'nın haqqını davamiyyətli şəkildə müdafiə etməkdir. Çünki Allah təbaraka wa ta'ala səni insanlardan müdafiə etməyi öz üzərinə götürsə, sənin işin həll olacaq. Yox, əgər Allah bu işi üzərinə götürməsə, sən insanlara cavab verib, özünü müdafiə etmək işinə girişsən, onda İslam dəvəti kənarda qalacaq. Nə etmiş olacaqsan? Özünü təmizə çıxardan, özünü müdafiə edən bir kəs olacaqsan. Bunu da Allah subhanahu wa ta'ala səndən istəmir və bunu etsən də belə sən insanların ağzını nə edəməzsən? Ağzını bağlaya bilməzsən. İnsanlar belə bir məxluqdurlar ki, əgər bir şey deyirsən, başqa bir şey deyəcəklər. Başqa bir şeyə cavab versən, başqa bir şey deyəcəklər. Bu, insan xislətidir. Xüsusən də bir insan əgər gündəmdə olan məşhur bir insan olsa, insan toplumunun içərisində onun haqqında danışmağı halal görürlər. Əgər bir insan məşhurdursa, istəyir müsəlman olsun, istəyir kafir olsun. İnsanların hamısında belə bir fikir var. Məşhurdursa, onun haqqında hər şey danışmaq olar. İbn Hazm Əl-Əndəlusinin belə bir sözü var. Deyir ki, Mən təsaddara li xidmətil əmməti lə budda ən yətəsaddəqə bi bə'di irdihi alən-nəs li'ənnəhu məştumun li'ənnəhu muhalun məştumun və in vasələl leylə bin nəhər.
Əgər deyir, insanlara xidmət üçün özünü qabaq atmısansa, öz ırzından onlara sədəqə ver. Çünki qeyri-mümkündür, söyləyəcəklər, təhqir edəcəklər, böhtan atacaqlar. Nə edirsən et, istəyirsən gecəni gündüzə birləşdir. Nə etsən də onsuz da yəni əbəsdir. Deyəcəklər, danışacaqlar. O bizim xalqın belə bir misalı var. Yəni istəyirsən göydə uçan quşu ağzından tut, mənasızdır, yenə deyəcəklər. Bu insan xislətidir. İmam Şafii bir qəsidəsində deyir ki, bu xüsusda həmən bu insan xisləti və fitrəti barəsində. Deyir ki, dahiktu fəqalu ələ təhtəşim. Deyir ki, dahiktu, güldüm. Gülmək, güldüm deyir. Fəqalu ələ təhtəşim. Dedilər ki, biraz ağır ol. Sonra deyir ki, bəkeytu fəqalu ələ təbtəsim. Sonra deyir, ağladım. Dedilər, biraz təbəssüm et. Yəni, razı deyirlər. Güldüm, dedilər ki, ağır ol biraz. Sonra ağladım, dedilər ki, biraz təbəssüm et. Bəsəmtu fəqalə yurai bihə. Deyir, təbəssüm etdim, dedilər ki, riyakarlıq edir. Əbəstu fəqalu bədə mə kətəm. Deyir, qaşqabağımı tökdüm, dedilər ki, içində olan çölə çıxdı. Səməttu fəqalu kəlilül lisən. Sustum deyir, danışmadım. Dedilər ki, danışmağı bacarmır. Nətəqtu fəqalu kəsirul kələm. Nətəqtu, nıtq, danışdım. Dedilər ki, nə çox danışır. Həlimtu fəqalu səni'ul cəbən. Həlim oldum insanlardan, dedilər ki, qorxaq adamdır. وَلَوْ كَانَ مُقْتَدِرًا لَاِنْتَقَمَا. Güclü kişi olsaydı mütləq intiqam alardı, qorxaqdır. Bəsiltu fəqalu ləteyşum bihi. Bəsiltu bəsil. Cəsarətli oldum. İgidlik etdim. Dedilər ki, düşüncəsiz, ağıllı hərəkət edirdi. وَمَا كَانَ مُجْتَرِيًا لَوْ حَكَمْ. Hikmət sahibi olsaydı, bu cürət yeri deyildi. İgidliyə ehtiyac yoxdur. Yəqulunə şəzzə izə qultu lə. İnsanlara lə dedim, yox. Dedilər ki, bizə qarşı çıxır, ixtilaf edir. Və immi'atun hinə vafəqtuhum. Dedim, siz deyəndə dedilər ki, heç bunun fikri dadı yoxdur. Baxır, hamı necə bu da onun kimi. Bizə baxıb, dilini yaşayır, əqidəsini yaşayır. فَأَيْقَنْتُ أَنِّي مَحْمَا أَرَدْتُ رِدَى النَّاسِ لَا بُدَّ مِنْ أَنْ أَزُمَّ. Deyir, yəqinliklə bildim ki, nə qədər insanları razı salmağa çalışsam, labüddür ki, töhmət qazanım, danlanım. Bu insan fitrətidir. İnsanın fitrəti budur. Yenə İmam Şafii deyir ki, rahiməhullah, rıdan nəz qayətun lə tudraku. İnsanları razı salmaq çatılmayan bir qayədir. Yəni, elə bir yoldur ki, sonu yoxdur. İnsanları razı salmaq. وَلَيْسَ إِلَى سَلَامَةٍ مِنْ أَلْسِنَةِ النَّاسِ سَبِيلٌ فَعَلَيْكَ بِمَا يَنْفَعُكَ فَأَلْزِمْهُ. Deyir ki, insanların dilindən salamat qalmağın heç bir yolu yoxdur. Və bunun üçün də sənə düşən, sənin üçün faydalı nədirsə, ondan məşğul ol. Yəni, insanları razı sala bilməzsən. Və yenə deyir ki, İmam Şafii rahiməhullah, mən yazunnu ənəhu yuslim min kələmin nəs. Kim zənn edirsə ki, insanların dilindən salamat qalacaq, insanların dili ona zərər verməyəcək. Kimin belə bir zənni varsa, fəhvə məcnun, həmən kəs məcnundur, dəlidir. Qalu anilləhi səlisun sələs. Həmən insanlar Allah barəsində dedilər ki, üçün üçüncüsüdür. Yəni, xristiyanlar, Allaha böhtan atdılar. Və qalu ən həbibinə Muhammed sallallahu aleyhi ve sellem barəsində dedilər ki, səhirun və məcnun, sehirbaz və məcnundur, dəlidir. Yəni, böhtan atdılar. Fəmə zannuka bimən huvə dunuhumə. Sənin zənninə görə bu ikisinə qədər böhtan atıblarsa, başqasına nə deyərlər? Yəni, Allaha və Peyğəmbər sallallahu aleyhi ve sellemə. İnsanlar böhtan atırlarsa, bəs başqalarına nə deyərlər? فَكَلَامُ النَّاسِ مِثْلُ السُّحُورِ.
insanların sözləri böyük qaya parçalarından olan bir dağ kimidir. İmmə ən təhmiləhə alə zəhrikə fəyənkəsir. Həmən o daş, qaya parçalarını ya belində daşıyacaqsan və belin qırılacaq. Əv təbni bihə burucən təhtə əqdamikə fətə'lu və təntəsir. Ya da həmən daş parçalarından böyük bir bürc, bir qala tikəcəksən, o qalanın başına çıxacaqsan, uca olacaqsan və qalib gələcəksən. Yəni fikir verməməklə bunu qəsd edir. İnsan fitrəti budur. İnsanlar belədirlər. Allaha qarşı da belədirlər. Muhammed sallallahu aleyhi ve sellemə də qarşı belədirlər. Adi insanlar bəs. Bunun üçün bu iki şey. Bir, elm tələbətinə vacib olan, İslam dəvətçisinə vacib olan insan. Hansı ki, salih insan olmaqdan ziyada insanları düzəltmək istəyir. İnsanların dinini, əqidəsini dəyişmək istəyir. İnsanlara rəddiyə verir. İnsanların zəlalətli olduğunu deyir. İnsanlardan həmən bu qarşılığı alacaq. Həmən qarşılığı alan vaxtı nə edəcək? Özünə vəkillik edəcək. Yoxsa Allaha vəkilliyə davam edəcək. Allaha vəkilliyə davam edəcək. Allahın haqqını qoruyacaq. Çünki Allah istəsə, sən onların dilindən nə edə bilər? Onların dilini lal edə bilər. Ancaq sən istəsən bunu etmək, edə bilməzsən və həmən o işə girdikdə də Allahın işindən kənarda qalırsan. Bu, İslam dəvətində, İslam dəvətçisinə lazım olan ən mühüm şeylərdən birisidir. Əgər bunu qaçırsa insan, etdiyi dəvətdə, etdiyi işdə heç bir nəticə əldə etməyəcək. Heç bir faydalı nəticə əldə etməyəcək. İnsanlar belədir. Müsəlmanlar da belədir. Bir müsəlman toplumu zənn et, elə yaşadığımız, içərisində olduğumuz müsəlman toplumu. Biraz misal üçün yumuşaq danış, deyilən ki, təkfir məsələsindən çox danışmayaq. Deyəcəklər düz deyirsən, yox. İçindən kimsə tapılıb deyəcək ki, bu ola bilsin murcalığa meyl eləyir. Ya birdən elə bir vaqiə olsa ki, ortaya bir bidət, bir küfür çıxsa, çalışıb ondan çox danışsan, misal üçün, ən çox ortada olan mövzular nə idi? Son 5-10 ildə. Azir kafirdir, yoxsa yox. Məcburan dəvətçi bundan çox danışır. İnsanlar əvəzində nə deyirlər? Həm müxaliflər, elə həm də müsəlmanlar deyirlər ki, nə qədər danışmaq olar bu məsələdən. Və yaxud da diridən şəfa istəmək böyük şirkdir. 50 dənə firqa var, 50 dənə məzhəb var, hərəsi bir söz deyir. Məcburən bunu çox danışırsan, nə deyirlər? Deyirlər ki, aşırıdır. Razı deyirlər. Və yaxud da elə məsələlər var ki, dində insanların demək olar ki, hamısı o məsələlərdən qorxurlar danışmağa. Dəvətçi onu danışır, deyirlər ki, bu necə ola bilər? Bunu danışır, bunu tutmurlar. Bunu danışdığına görə. İstənilən bir məsələ, şəri bir məsələ, istəyir əqidə məsələsi olsun, istəyir əqidədən başqa bir məsələ olsun. İnsanlara anladırsan o məsələni, mütləq şəkildə insanlar ona nəysə yenəcəklər, ona bir muz qoyacaqlar. Bu insan xisləti, insanın murdar fitrətidir. Məşhur qissə var bizim qövmdə, yeri gələndə bunu zikr edirlər. Molla Nəsrəddinin oğlu və Uzunqulaqla qissəsi. Özü, oğlu, bir də Uzunqulaq. Gedirlər, bir qövmin yanından keçirlər. Qövm baxır, deyir ki, bu Uzunqulağı niyə götürürlər ki? Bunu minində, minmək üçündür. Boş böyründə gedirsiniz. Minirlər Uzunqulağı. İkinci qövmin yanından keçəndə qövm baxır, deyir ki, nə insafsız adamlar. 2 adam bir Uzunqulağa minib. Uşaq düşür. Üçüncü qövmin yanından keçirlər. Üçüncü qövm deyir ki, yeşə kişidir. Özü Uzunqulağın belinə gedir, uşaq yazıq yerlə gedir. Dördüncü qövmin yanından gedirlər. Molla Nəsrəddin düşür, uşaq minir. Dördüncü qövm deyir ki, nə tərbiyəsiz uşaqdır. Özü eşşəyin belində gedir, atası yerlə gedir. Beşinci qövmin yanından keçirlər. İkisi minirlər eşşəyə. Qövm deyir ki, nə insafsızdırlar, eşşəyə əziyyət verirlər. 6-cı qövmin yanından keçirlər, eşşəyə götürürlər bellərinə. İnsanlar deyirlər ki, dəlidirlər. Bunlar eşşəyə minməkdənsə eşşəyə bunlar minib. 6 dənə ayrı-ayrı qövmdür. Hamısı narazıdır. Yəni, nə etsələr də,
eşyəyin belində də olsalar, yerdə də geçsələr, ikisi də geçsə, tək də geçsə, nəsə bir söz sapıb deyirlər. İslam dəvəti də bundan da ağırdır. Haqqı deyirsən, haqqı eşidir və anlayır. Hətta onu götürür, ondan faydalanır da, ancaq sənə qarşı buğz edir. Niyə? Özü deyə bilmir ona görə. Özü qorxur deməyə. Görürsən, deyirsən. İçindəki həsədindən, kinindən dolayı çamır atır. Deyir ki, düz adam deyil bu. Bu adam danışır, heç kim danışmır. Necə ola bilər ki, bu adam bunu danışır, başqaları danışmır. Və yaxud da bir insan tövhidi anlatır, deyirlər ki, bunu niyə tutmurlar? Həmən bu məntiqlə Peyğəmbər sallallahu aleyhi ve sellemin yaşadığı vaqiədə bu münafiq xislətli insanlar yaşasaydılar, Peyğəmbər sallallahu aleyhi ve sellem Məkkədə tövhid dəvətini apardıqda ətrafında iman edən sahabələr var idi və əziyyət görürdülər. Misal üçün, Əbu Bəkirin dükanlarını bağladılar, Məkkə müşrikləri onunla ticarət etmədilər. Əmmarın atasını, Yasiri, Sumeyyanı öldürdülər. Ancaq Peyğəmbər sallallahu aleyhi ve sellem öldürəmədilər. Bəziləri dödə bilməyib Həbəşistana hicrət etdi. Biz bilirik ki, Peyğəmbər sallallahu aleyhi ve sellemin sirasından Allah öz Peyğəmbərini, necə ki, ayətdə deyir, biz insanların bəzilərindən dəf edirik. Allah təbaraka və teala Muhammed sallallahu aleyhi ve sellem Əbu Taliblə dəf edirdilər. Həmən bu münafiq xislətli insanlar orada yaşasaydılar, nə deməliydilər? Deyəcəkdilər ki, cəmaatın anasını, uşağını öldürtdürür, dükanını bağlatdırır, qaçıb gedirlər Afrikaya, Həbəşistana, özünə bax, həmsinə görə bir şey eləmirlər. Bunu deyəcəkdilər. Və yaxud da Musanın qövmündə yaşasaydılar, Musa aleyhissalam haqqı deyir, Fironla qarşı durma, kənardan baxıb deyəcəkdilər ki, Fironla eyni sarayda böyüyüblər, qardaşlar. Bu nəsə oyundur, özü deyib ki, belə danış görək kim var, kim yox. Belə deyəcəkdilər. Və həmçinin Peyğəmbərlərin varisləri, alimlərin həyatını bilən insan bilir. Bu insanlar onların dövründə yaşasaydı, həmən o alimlər barəsində də eyni şeylər deyəcəkdilər. Niyə? Çünki insanın murdar xisləti də var. Nə isə bəyənməmək, nə isə böhtan atmaq, nə isə demək. Ancaq zərəri həmən insanların özünə qayıdır. Fərqində olanlar, fərqində də olmayanlar da ki, fərqində deyirlər. Niyə? Çünki böhtan belə bir şeydir ki, Allah subhanahu wa ta'ala onun müqabilində insanı bu dünyada da cəzalandırır. Ahirətdə isə daha şiddətli insanı cəza gözləyir. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir, sıratın sağında solunda çuxurlar var. Cəhənnəm əhlinin qanı və irini. İnsan oradan keçəcək, müsəlman. Allah subhanahu ta'ala onu çuxura salacaq, soruşacaq. Filankət barəsində belə deyirdin. Dediyini sübut elə. Ya sübut eləyəcək, ya da sübut etmədiyi müddət orada da qalacaq. Yəni nə cənnətlik, nə cəhənnəmlik. Onun üçün müsəlman ümumən insanlarda olan bu pis xislət, pis fitrətdən uzaq olmalıdır. Kimliyindən asıl olmayaraq. İstəyir müsəlman olsun, istəyir kafir olsun. Heç bir kəsin barəsində zənnən insanlardan eşitdiyi ilə hökm verməməlidir. Və dəvətçiyə də vacib olan, İslamı anladan insana vacib olan şey odur ki, mütləq ki, haqqı deyirsə, haqqı anladırsa, insanların dinlərini, əqidələrini, şeyxlərini, təriqətlərini, tağutlarını, məbudlarını pisləyirsə, ne də ki, Məkkə müşrikləri Peyğəmbər sallallahu aleyhi ve sellem haqqında deyirlər ki, yusaffihu əhləmənə, bizim əqillərimizi yusaffi səfih sayır. Bütlərimizi pisləyir. Peyğəmbər sallallahu aleyhi ve sellemə birisi cahiliyyədə sual verdikdə ki, Allah səni nə üçün göndərib? Deyir ki, lissilatil ərham, qohumluq əlaqələrini qorumaq və kəsril əvsan, bütləri qırmaq üçün göndərib. Qohumluq əlaqələrini qorumaqdan ötürü dəvət elə bu olsaydı, Peyğəmbərlə Qureyş düşmənçilik etməzdi. Niyə düşmənçilik etdi? Deyirdi ki, bütləri qırmaq üçün göndərib Allah məni. Və yaxud da Məkkə müşriklərinə Məkkə dönəmində deyir ki, İnnəmə ci'tukum bizzəbi. Sizi kəsməklə göndərilmişəm. Və bu onları qədəbləndirirdi. Bu onları Peyğəmbər sallallahu aleyhi ve sellemlə düşmən edirdi. İslam dəvəti belə bir şeydir. Əgər insanlara sən tövhidi, kitabı, sünnəti olduğu kimi çatdırırsansa, insanlardan labüddür ki, belə bir qarşılıq alacaqsan. Belə bir qarşılıq alan vaxtı nə etməlisən? Allahın haqqını qorumalısan.
Niyə? Çünki sən o insanlara cavab verib, insanları sustura bilməzsən. Sən Allahın haqqını qorumaqla, Allahı razı salmaqla, Allaha təvəkkül etməklə, Allahın vasitəsi ilə insanları sustura bilərsən. Özün insanları sustura bilməzsən. Bu bir İslam dəvətinin kitab və sünnətdən nə idi? Bir mənhəcidir. İslam dəvətçisi belə rəftar etməlidir. Bunu biz Peyğəmbər sallallahu əleyhi və səlləmin sünnətindən öyrəndik. Peyğəmbər sallallahu əleyhi və səlləm barəsində deyilən nə qədər var idisə müşriklər tərəfindən Peyğəmbər sallallahu əleyhi və səlləm onların heç birisinə cavab vermirdi. Nə edirdi? Tövhidə dəvət edirdi. Allah təbaraka və teala'ya insanları çağırırdı və şirkdən insanları uzaqlaşdırmaq üzərində cəhd edirdi. O İslam dəvəti budur. Allah subhanahu və teala dəstəklər ki, bizə eşidib faydalanlardan etsin. Allah subhanahu teala bizim dəvətimizi bərəkətləndirsin. Və axiru da'vana enelhamdülillahi rabbil alamin. Subhanakallahumma bihamdik. Əşhədu en la ilahe illa ent. Əstəğfiruk və ətubu ileyk.